Yaxın Şərqdə uzun müddətdir davam edən gərginlik bu gecə tarixi bir dönüm nöqtəsinə çatdı. İsrailin həyata keçirdiyi hava hücumu nəticəsində İranın hərbi və siyasi rəhbərliyinə ağır zərbələr dəyib. Bu hadisə regionda onsuz da kövrək olan sabitliyi daha da sarsıdaraq həm Tehranda, həm də beynəlxalq ictimaiyyətdə böyük səs-küyə səbəb olub. Məlumata görə hücum dəqiqliyi ilə planlaşdırılıb və əsas hədəf İranın strateji qərarverici şəxsləri olub. Bəs İran əks hücuma keçəcəkmi? Məsələ ilə bağlı politoloq Talih Əliyev News 24 aza bildirib ki, İranla İsrail arasında hərbi toqquşmanın baş verəcəyi artıq bir müddətdir gözlənilən idi və bu gecə baş verənlər yeni mərhələnin başlanğıcıdır. Bir neçə dəfə buna cəhd olunmuşdu, lakin baş tutmamışdı. Bu gecə İsrail tərəfinin İranda həyata keçirdiyi əməliyyatlar onu göstərir ki, bu bir gecəlik əməliyyatla yekunlaşmayacaq. Çünki İran tərəfinin xeyli sayda yüksək rütbəli dövlət rəsmilərinin öz evində qətlə yetirilməsi böyük zərbədir. İran cavab zərbələrinə hər an başlaya bilər. Bu qaçılmazdır.